Murad Usta, problem nədir? Demək Türkəl bəy, sizin avtomobildə bu siz özünüz dediniz ki, mən stabilizator rezindən şübhələnirəm. Bunlarda demək olar ki, əksər iki tane maşınlarda bizim təcrübələrdə əsasən deyə bilərik ki, stabilizator rezinləri bişmə olur. Yəni ayrı-ayrılıqda dəyişən bir şey deyil. Stabilizator özündən bir yerdə dəyişir və bunların səs eləməsi biraz reddir və daha az ehtimaldır. Bunlarda ən çox səs eləyən şey hansı ki, trampolinə düşüb qalxıb düşdükdə bu cırılsı razvalli butulkalardan gəlir. Onu da öz şeyin korpusundan, rezin öz korpusundan ayrılır. Bu da hərəkət elədikcə cırıltıların yaranmasına səbəb olur. Onu da aradan qaldırmağın yeganə yolu razvalli butulkanı dəyişdirməkdir. Bu 15.070 maşında da ola bilir, 100.000, 150.070 maşında da ola bilir. Yəni bunlarda bu xəstəlikdir. Salam aleykum, hamını yeni videodan salamlayıram. Avtoproyekt servisdəyik və nəhayət ki, maşında bir problem yarandı. Açığı bu problem hardasa bir ay, yarım, 2 aydır yaranıb. Maşında bir səs var idi. Trampolin əsasında qalxıb düşəndə belə bir acayip səs çıxardırdı, cırıltı səsi çıxardırdı. Yaxınlaşdıq avtoproyekt servisə, Murad Usta ilə maşını çıxdıq, sürdük və aşkar olundu. Hal-hazırda da Qəlibimdən çıxıb, qəlibimdən. bu da gördüyümüz problem. Vəziyyət budur da. Bu çox adam bu hissədə cırılma axtarır ki, görək burada cırılma varmı? Amma bunlarda ən çox rast gəlinən bu razvalli butulka töküldüyü, pişirildiyi qəlibin içindən ayrılır. Fikir verin, bunu ustalar daha yaxşı başa düşəcək. Yəni bu da çox insanlarda bir yaşılışıq yanmasına səbəb olacaq ki, buranın cırılmağını gözləmək lazım deyil. Burada baxmaqdır lazımdır ki, əgər bu qəlibdən ayrılıbsa, bu dəyişməlidir. Yəqin ki, maşında problemi gördünüz. Mənim də danışmağıma ehtiyac yoxdur. Usta hamısını göstərdi. Və yaxşı olar ki, əgər bir tərəfdə sizdə problem varsa, sağda solda fərq yoxdur. Hər ikisini dəyişəsiniz. Demək, məncənəyə salınıb, razvallilərdən butulkalar çıxdı. İndi də yenidən pres vasitəsi ilə yerinə taxılacaq. Və ümid onu bildirim ki, avtoproyekt servisə yaxınlaşdıqda heç bir ehtiyat hissəsini axtarmaya ehtiyac yoxdur. Yaxınlaşırsınız. Ehtiyat hissələri olanlar buradan götürüb istifadə olunur. Olmadığı təqdirdə də sifarişlə sizin üçün gətirilir. Yəni heç nəyə axtarmağa, aramağa ehtiyac yoxdur. Və maşınımız hazır. Butulkalar dəyişdirildi, qoyuldu yerinə və mütləq şəkildə, indi usta da deyir, belə də biləsiniz ki, mütləq şəkildə harada da dəyişdirsəz əgər, razvalli butulkaları mütləq maşın razvala getməlidir. İndi buradan çıxıb razvala keçəcək. Və ümumi olaraq da bildirim ki, hər dəfə deyirəm, təkrarçılıq kimi olmasın, avtoproyekt servisdə bütün növ hibrid, plug-in hibrid, nə bilim, elektrik bütün maşınlara qulluq olunur. Gördüyünüz bütün oradakı avtomobillər və orada olmayan avtomobillərdir belə. Yəni BYD-dən tutmuş Zeekr 9X-ində hal-hazırda orada yağ dəyişilir. Yəni istənilən maşına qulluq olunur. Gördüyünüz kimi. Qiymətləri də inşallah videonun sonunda deyəcəm. Həm ehtiyat hissəsinin qiymətin, həm zəhmət haqqı, razval, balans hamısının qiymətini inşallah sizə bildirəcəm. Demək, salındı razvala. Zaten məndə biraz sola çəkmə meyilliyi var idi. Olsa bunu da düzəltdirəcəkdim. İndi razvalli butulkalar dəyişəndən sonra artıq 100% buna ehtiyac var. Bunu mütləq yaddan çıxarmayın. Mütləq şey elətdirin. Bunu da məsələ avtoproyekt servisdə elətdirə bilərsiniz. Profesional avadanlıqlarla hər bir şey mümkündür burada. Yəni balans aparatı, razval aparatı, hər bir şey var. Avtoproyekt servisinin ünvanını da tez-tez soruşursunuz. Waze-də ilə avtoprojekt yazanda ünvan çıxır, Bəşir Binyadov küçəsidir bura. Və tanıyanlar üçün də göstərim ki, bura Koroğlu metrosundan üzü Fidan yolu deyirlər. Fidan Şadlıq Sarayına gedən yoldur. Və dairəni keçəndən sonra sağda görəcəksiniz avtoproyekt servis. Servisdən çıxdıq. Burada razval balans eləməyin də üstünlərdən biri budur ki, servisin elə düz yanından buradan çıxırsınız Heydər Əliyev prospektinə və razvalın nə qədər düz olduğunu yoxlaya da bilirsiniz. Mümkündür ki, bəzi hallarda
nəsə bir səhvlik olsun. Yəni çıxdınız, Heydər Əliyev prospekti düz yol. Sükanı düz saxladınız. İndi sağa sola çəkməyinə baxırsınız. Biraz da yolun düz olmağına baxın. Bəzən yol adam çaşdırır. Düzdürsə, yəni demək işimiz düz görülüb. Demək indi isə qiymətləri söz verdiyim kimi demək Razvalini vtulkaların qiyməti, yəni ehtiyat hissəsinin qiyməti biri 20 manatdan, ikisini dəyişdim mən 40 manat, zəhmət haqqı da 50 manatdır. Əgər iki tərəfi dəyişsəz, bir tərəfi dəyişsəz, qiymət 30 manatdır. Və əlavə olaraq da Razval 20 azayın təşkil edir, amma bu arada onu da deyim, indi köhnədən izləyənlər bilir, Razval balansı yer dəyişmə, əgər üçü bir yerdə olsa, qiymət 35 manatdır. Yəni araya salıb Razval balans yer dəyişmə də eləyə bilərsiniz. Belə, ümid edirəm ki, video faydalı oldu. Zəhmət olmasa, çoxdan da videolarımız yoxdur deyə sizdən xahiş edirəm ki, videonu bəyənəsiz, kanala abunə deyilsinizsə kanala abunə olun, videonu paylaşa bilirsinizsə paylaşın. Mən azından bir like qoyub və bir rəy yazıb kanalımıza dəstək ola bilərsiniz. Bu videonun irəli getməsinə çox köməklik göstərəcək. Belə, özünüzdən və avtomobilinizdən ehtiyatlı olun. İnşallah gələn videolarda səslənərik. Sağ olun.